Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bugün dekabr ayının 3-ü 2025-ci il. Mən hal-hazırda Uzar rayonu Həsənbəy Zərdabi küçəsində yerləşən fərdi yaşayış evindəyəm. Deməli, bildiyiniz kimi, həmin bu evdə 28 noyabr 2005-ci il tarixində yanğın hadisəsi baş vermişdir. Və baş verən yanğın hadisəsində deməli, evin bir otağı və evin dam hissəsi tamamən yararsız vəziyyətə düşmüşdür. Və biz bugün burada ona görə bura gəlmişik ki, deməli, həmin bu evdə yaşayan Şahnaz xanım bu evdə kirayə yaşayır. Şahnaz xanımın maddi imkanı çox zəifdir. Bugün yəni Şahnaz xanımın bizim insanların dəstəyinə ehtiyacı var. Bir övladı var, o da hərbi xidmətdədir. Vətənin keşiyində dayanır. Bir əsgər anasının bizim köməkliyimizə ehtiyacı var, bizim dəstəyimizə ehtiyacı var. Mən Ucar rayon Könüllü İctimai Nəzarət Təşkilatının sədri olaraq sizdən bir şey xahiş edirəm ki, yəni rayonun biz problemlərini paylaşırıq, danışırıq. Yəni belə kimdənsə dəstək istəmirik. Yəni bacardığımız qədər biz özümüz o işləri həll edirik. Amma elə işlər var ki, elə məsələlər var ki, həmin məsələlərdə sizin də bizə köməkliyiniz lazımdır, sizin də bizə dəstəyiniz lazımdır. Yəni belə deyək, bəzi problemlər var ki, bir insan o problemin problemin öhdəsindən gələ bilmir, çox çətin olur. Amma 100 insan üçün o problemi həll etmək çox rahat olur. Bu problem də elə bir problemlərdən biridir ki, yəni bugün insanın maddiyyat cəhətdən imkanı olmadığına görə, yəni bu evin yenidən bərpa eləmək bir insan üçün çox çətindir. Amma bizlər, yəni biz əgər dəstək olarsak, rayon cəmaatı, yəni kömək eləmək istəyən insanlar, əgər hamımız bir olarsak, dəstək olarsak, biz inşallah bu evi yenidən düzəldərik, yaradarıq, harada nəyə ehtiyac varsa inşallah həmin problemləri aradan qaldırarıq. İndi evin içərisində sizə göstərəcəm və ümid edirəm ki, yəni hər biriniz bu məsələdə bizə kömək olarsınız, Şahnaz xanıma dəstək olarsınız və kim əgər kömək eləmək istəyərsə, Şahnaz xanımın telefon nömrəsində kartını da yerləşdirəcəm. Həmin o nömrəni əlaqə saxlayıb o karta pul göndərə bilər. Çox sağ olun, təşəkkür edirəm. Şöyle sayını gösterək.